Salam, hər vaxtınız xeyir əziz dostlar. Bu video dərsimizin mövzusu mexaniki gücdür. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Əziz dostlar, 2024 və 2025-ci tədris ili üçün abituriyent hazırlığı dərslərimizə qeydiyyat davam edir. Siz də hazırlıqlarımıza qoşulub imtahanlarda uğurlu nəticə əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Deməli, mexaniki güc nədir? Mexaniki güc vahid zamanda görülən işə bərabər olan fiziki cəmiyyətə güc deyilir. Yəni, vahid zamanda nə qədər çox iş görürüksə, deməli bizim gücümüz bir o qədər nə olacaq? Çox olacaq, böyük olacaq. Məsələn, deyək ki, iki insan götürək. İki insanın, tutaq ki, 10 dəqiqədə gördüyü işləri müqayisə eləsək, yəni 10 dəqiqə müddətində hansı insan daha çox iş görübsə, deməli, onun gücü daha böyükdür. Yəni, eyni zaman müddətində görülən işi xarakterizə edir. Bəzən mexaniki gücə deyilir ki, vahid zamanda işin görülmə yeniliyini xarakterizə edən fiziki cəmiyyətdir. Yaxşı, bəs mexaniki güc hansı hərflə işarə olunur? Mexaniki güc, əziz dostlar, N hərfi ilə işarə olunur. N hərfi ilə işarə olunur, skalyar fiziki cəmiyyətdir və düsturu N bərabərdir, A bölünsün T'dir. Yəni, işin zamana olan nisbətidir. Baxın, bu bizim düsturumuz oldu. Bunu bir xüsusi rənglə göstərək. Bu bizim mexaniki gücün düsturudur. Bəs bizə desələr ki, mexaniki gücün vahidi nədir? Mexaniki gücün vahidi, baxın, işin vahidini biz bilirik. İşin vahidi nədir? 1 jouldur. Bəs zamanın vahidi nədir? 1 saniyədir. 1 deyəcəyik saniyə. Onda mexaniki gücün vahidini necə yaza bilərik? 1 joule bölünsün saniyə. O da bərabərdir 1 vata. Deməli, gücün vahidi həm də 1 vatdır. Gəlin, 1 vatı BSD söz vahidlərlə açaq. BSD söz vahidlərlə açmaq üçün biz 1 joule-un nəyə bərabər olduğunu bilməliyik. Bilirik ki, 1 joule 1 kilogram vurulsun, metr kvadratı bölünsün saniyənin kvadratıdır. Aha, məxrəcdə də saniyə var. Onda mən 1 vatı tapmaqdan ötürü nə etməliyəm? 1 vat bərabərdir. Surətdə joule-un yerinə nə yazacaq? Kilogram vurulsun metr kvadratı bölünsün saniyənin kvadratı. Məxrəcdə də saniyədir. Baxın, bu saniyə kvadratı məxrəcə düşəcək. Onda 1 vatın açılışı olacaq 1. Deməli, 1 kilogram vurulsun metr kvadratı bölünsün saniyənin kubu olacaq. Əziz dostlar, mexaniki gücün həm də tutaq ki, bir mühərrik və avadanlıqların, daha doğrusu bir deyək ki, maşın və avadanlıqların mühərrikinin gücünü biz hesablamaq istəyiriksə, aşağıdakı düsturdan istifadə eləyə bilərik. Yəni, N bərabərdir. Adətən N və ya P hərfi ilə, fərqi yoxdur, P ilə də işarə eləyə bilərik. P bərabərdir. A-nın yerinə biz nə yaza bilərik? İş nə idi? İş müəyyən bir dartı qüvvəsinin təsiri ilə cismin S qədər yer dəyişməsi idi. Elə deyilmi? Yaxşı, işin yerinə mən F vurulsun S yazacağım. Məxrəcdə də 1 T'dir. Burada S bölünsün T'yə nə yaza bilərik? V yaza bilərikmi? V yazsaq, onda mühərrikin dartı qüvvəsinin yəni hesabına gücü. Yəni, belə deyək də, mühərrikin gücü hansı üstünə hesablanacaq? Bunun yenə V yazsa, F vurulsun V olacaq. Burada V dartı qüvvəsidir. Yəni, mühərrikin dartı qüvvəsi, daha doğrusu F mühərrikin dartı qüvvəsidir. V isə nədir? Həmin cisim və ya maşın və ya avadanlıqların sürəti olacaq. Buradan dartı qüvvəsini biz tapsaq, F bərabərdir, düsturumuz olacaq, N bölünsün V olacaq. Buradan görsənir ki, bizim dartı qüvvəmiz cismin sürəti ilə necə asılıdır? Tərsdir, amma nə ilə? Güc sabit qaldıqda. Yəni, güc sabit qaldıqda necə asılıdır? Tərs mütənsib asılıdır. Qrafikini biz burada qurmağa çalışsaq, F-in nədən asıllığı? V-dən asıllığı tərs mütənsib olacaq. Yəni, sürət nə qədər böyük olarsa, dartı qüvvəsi bir o qədər
az olacaq. Və yaxud da başqa cür deyə bilərik, dartı qüvvəsi böyük olan yerdə cismin sürəti nədir? Daha kiçik olacaq. Bunu da yenə eyni qaydada fərqli bir rənglə göstərək. Yaxşı əziz dostlar, biz bunu bildik. Bəs impulsdan, yəni cismin impulsundan necə asılıdır? Onu necə göstərmək olar? Yəni biraz ona baxaq. Biz bilirik ki, impulsun düsturu P bərabərdir, M vurulsun V-dir. Yəni MV-dir. Buradan V-ni tapsaq olacaq P bölünsün M. Burada V-nin yerinə P bölünsün M qoysaq, onda bizim nəyin? Dartı qüvvəsinin düsturu olacaq N vurulsun M bölünsün P. Buradan görsənir ki, biz dartı qüvvəsi cismin həm də impulsundan necə asılıdır? Tərs mütənasib asılıdır. Bu qrafikimiz olacaq, yəni yenə dartı güc sabit qaldıqda, bütün hallarda biz mühərrikin gücünü sabit saxlayın. İstər burada, yəni birinci vəziyyətdə, yəni bu testdə mühərrikin gücü sabit qalır, yəni bu düsturda. Həm də bu düsturda mühərrikin gücünü nədir? Sabit saxlamışıq. Onda impulsdan necə asılı olmuş olacaq? Tərs mütənasib asılı olacaq. Burada biz yazsaq P tərs mütənasib asılı olacaq. Bəs bizim bunu da fərqli rənglə göstərək. Deməli, impulsdan asılılıq düsturu deyəcək. Kinetik enerjinin düsturu necə idi? Daha öncəki dərslərimizdən biz bilirik. Kinetik enerjinin düsturu Y kinetik bərabərdir. M V kvadrat bölünsün 2-dir. Qəşəng. Buradan biz nəyi tapa bilərik? V-ni tapsaq olacaq kök altda 2Y kinetik bölünsün M olacaq. İndi biz dartı qüvvəsinin kinetik enerji ilə olan münasibətini də görə bilərik. Dartı qüvvəsinin kinetik enerji ilə olan münasibəti bilməkdən ötürü gərək ki, bu düsturda, baxın, bu düsturda V-nin yerinə qoya bilərik. Kök altda 2Y kinetik bölünsün M qoya bilərik. Qoysaq bizim düsturumuz necə olacaq? Deməli, kinetik enerjidən asılılıq düsturu N bərabərdir. Daha doğrusu F bərabərdir. Dartı qüvvəsinin kinetik enerjisi. F bərabərdir. N vurulsun kök altda M bölünsün 2 dənə Y kinetik olacaq. Diqqətlə baxaq. Bizim dartı qüvvəmiz kinetik enerji ilə necə asılı oldu? Kinetik enerji ilə kök altı tərs mütənasib asılı oldu. Onda onun qrafikini biz burada qurmağa çalışsaq, yəni kinetik enerjidən asılılıq qrafikini qurmağa çalışsaq, onun qrafiki də eyni qaydada F-in Y kinetikdən asılılıq qrafiki tərs mütənasib, yəni kök altı tərs və yaxud da sadəcə tərs mütənasib asılıdır deyə bilərik. Baxın, bu bizim düsturlarımız oldu. Daha bir düstur, yəni dartı qüvvəsinin kinetik enerjidən asılılıq düsturu çıxdı. Yaxşı əziz dostlar, biraz da qeyd hissəsindən gedək. Qeyd. Qeydimiz nə olacaq? Yazımızı saxlayaq. Üfüqi səth boyunca hərəkət edən, deyək ki, bir cisim hərəkət edir. Bu bizim həmin cisimdir. Biz bilirik ki, buna bir F dartı qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi bunun əks istiqamətindədir. Yəni F sürtünmə. Yəni hərəkətin əks istiqamətindədir. Yaxşı, mənə deyir ki, əgər dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olarsa, cisim necə hərəkət edər? Biz bilirik ki, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabər olarsa, cisim bərabər sürətli hərəkət edər. Yəni V konstant olacaq. Əgər bərabər sürətli hərəkət edirsə, yuxarıda düsturumuz var idi. Yuxarıdakı düsturda nə yazmışdıq? M bərabərdir, F vurulsun V yazmışdıq. Burada dartı ilə sürtünmə bir-birinə bərabər. Onda gücün düsturunu necə yaza bilərik? M bərabərdir. Bunun yerinə, F dartının yerinə, baxın, F dartı bərabərdir, F sürtünmədir. Sürtünmənin də düsturunu bilirik. Mü, M, J'dir. Yerinə qoysaq, onda düsturumuz olacaq. Mü, M, J vurulsun. Bir də əlbəttə ki, düsturda V var. Vurulsun V. Yəni, başqa cür mexaniki gücün düsturunu bu formada da göstərə bilərik. Yəni, bu bizim nəyimiz oldu? Mexaniki gücümüz. Deməli, əziz dostlar, bu da mexaniki güc mövzusunun izahı oldu. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət. Thank you.